Məsumlar peyğəmbərlərdir. Hətta yəni peyğəmbərlər məsum olsa da, peyğəmbərə də gəlib deməyə qəbirdə ki, ya Rasulullah sən ged istə ondan. O da düzü sahabələr eləməyiblər belə şey. Hətta o Ömər ibn Xattab radiyallahu anh Mədinədə idi, məsciddə xutbə verirdi. Quraqlıq idi. Abbasa dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtı biz Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi, dua edirdi. Sən Peyğəmbər sallallahu aleyhi ve sellem yaxınlardan birisən. Sən dua elə Allahdan yağış istə. Bunu harada deyib? Peyğəmbər sallallahu aleyhi ve sellem içində. Əgər ölünlə caiz idisə, Abbası nə ilə gedərdi Peyğəmbər sallallahu aleyhi ve sellem yana, deyərdi, ya Rabbi, Peyğəmbər sallallahu aleyhi ve sellem xatirinə və sahabələrdən heç biri qalxıb onun ki, ya Amiril Müminin, ya Peyğəmbərin qaynatası, ya əlinin kürəkəni. Sən nə üçün belə eləyirsən? Abbas, Peyğəmbər qəbri orada yanımızdadır, gedək ona təvəssül edək. Əksinə, bu kim ki təvəssülü caiz görür, Peyğəmbərin, onlara cavabdır.